Vaxtınız xeyir. Gəlin sizinlə belə bir alqoritm sualına baxaq. Baxırıq ki, burada x bərabərdir 3 verir, y isə 4 verir və növbəti alqoritm blok sxeminə uyğun olaraq ən sonda y-i tapmağı tapşırır. Baxdıq burada x-imiz 3-dür, y isə 4-dür və növbəti addımda x bərabər x üstə gələk 1, yəni 3 üstə gələk 1 eləyir 4. Deməli x-in əvvəlki qiyməti artıq silinir, x-in sonuncu qiyməti 4-dür. Y-ə baxdıqda isə y çıxılsın 2, yəni 4 çıxılsın 2 bərabərdir 2. Deməli y-in sonuncu qiyməti də 2-dir, yəni 4 artıq burada əlavə edirik. Sonra növbəti addımda baxırıq ki, yazıb ki, x üstə gələk y sıfırdan böyükdürmü? Baxırıq, bəli, 4-ün üstünə 2 gələndə 6 eləyir və bu da sıfırdan böyükdür. Deməli hər qolu üzrə yolumuza davam edirik. Növbəti addımda x 4 olduğu üçün 4-ün üstünə 1 gəlir və burada artıq x-imiz 5-ə bərabər olur. Növbəti addımda burada isə 2-dən yenidən 2-ni çıxır. Baxın, burada sonuncu qiymət, y-in sonuncu qiyməti buradakı 2-dir. Və bu 2-dən yenidən 2 çıxdıqda cavabımız, yəni 2 çıxılsın 2 bərabərdir 0. Və baxdıq burada 5 ilə, baxın bu 5 ilə bu 5 ilə bu 0-ı topladıqda bax bu hissədə 5 eləyir və 0-dan böyükdürmü? Bəli, yenidən hər qoluna gedirik. Burada 5-i bir vahid artırdıq, elədir 6. Burada isə 0-dan yenidən 2-ni çıxdıq, elədir -2. İndi baxırıq 6 ilə -2-ni topladıqda cavab 4 edir və bu da 0-dan böyükdürmü? Bəli. Deməli yenidən hər qol üzrə gedirik. X burada olur 7. Y isə -2 çıxılsın 2, -4-ə bərabər olur. Burada artıq -4, 7 ilə -4-ün cəmi də olur 3. 3 də 0-dan böyükdürmü? Bəli, yenə hər qolu üzrə davam edirik. 7, yenə bir vahid artırdıq, oldu 8. 4 -4-dür, yenidən 2 çıxanda elədir -6. Və 8 ilə -6-nı da toplasaq bizə 2-ni verir. Bu da 0-dan böyük olmuş olur. Yenə də hər yol üzrə gedirik. Və burada 8-in üzərinə yenidən bir vahid gəldik. Elədir 9. Burada -6-dan yenidən -2-ni çıxdıqda -8 eləyir. 9 ilə 8-i topladıqda isə burada yenə də 1 edir. Bu hissədə baxın 1 edir. Bir də 0-dan böyükdürmü? Bəli. Yenidən hər qol üzrə getdik. Burada artıq 9 idi. Bir vahid artdı. Oldu 10. Y isə olur yenə də -10. -8 idi. -2-ni də çıxdıq. -10 oldu. Burada baxırıq. -10-dan -10-u topladıqda. Bir dəqiqə. Deməli 10-la -10-u topladıqda cavab 0 edir və burada da bizə baxın burada x ilə y-in cəminin 0-dan böyük olmağını istəyir. Əgər böyük bərabər desəydi yenə hər qol üzrə gedərdik. Bizə sadəcə böyük olmağını deyir və bu da təbii ki də bizim şərtimiz ödəmir. Buna görə də artıq gəlirik yox qolu üzrə. Yox qolunda isə bizdən y soruşur. Y-in də sonuncu qiyməti olur -10, yəni y.